Sakinlərin istifadəsinə verilən yeni avtobuslar 3 gün sonra xəttdən çıxarılıb. Əvəzində isə köhnə avtobuslar istifadəyə verilib. Söhbət Sumqayıt şəhərini Saray qəsəbəsi ilə əlaqələndirən marşrut xəttindən gedir. Bir müddət öncə Saray ilə Sumqayıtı əlaqələndirən 522 saylı avtobuslar yeni marşrutlarla əvəz olunmuşdu. Ancaq çox keçmədi ki, sakinlərin sevinci sözün əsl mənasında ürəyində qaldı. Artıq yeni avtobuslar xəttdən çıxarılıb və istismar müddətini başa vurmuş köhnə avtobuslar yenidən xəttə buraxılıb. Sakinlər deyirlər ki, bir müddət öncə xəttə buraxılan Karsan markalı avtobusları görüb seviniblər. Amma bir neçə gün sonra əks olub. Mən çox Saray Sumqayıt xəttindən istifadə edirəm. Biz sevinmişdik ki, Sumqayıt şəhərindən yeni avtobuslar buraxılıb Saray qəsəbəsinə. Amma bir müddət keçdikdən sonra yenidən baxırıq ki, köhnə avtobuslardır. Sadəcə səbəbini bilmirik ki, bu nəyə görədir, bizi niyə aldadırlar. Sürücülərdən soruşmusunuz, niyə təzən köhnələrə qayıtmısınız? Özlərini deyir, heç də deyə bilmirlər. Heç bir Neçə cavabları yox. müddətdir belə başlayıblar? Hardasa 2 həftəyə yaxındır ki, artıq yeni avtobuslar görmürük. Bir müddət göründü, ondan sonra yeni köhnə avtobuslar dövrəyə gəldi. Daşıyıcı şirkətin rəhbəri Mübariz Quliyev məsələyə belə aydınlıq gətirib. Müntəzəm marşrut xəttində avtobusları yenilənmək üçün buraxılmayıb ora. Avtobuslar test üçün orada bir gün buraxılıb ki, yollarda onların keçidi maneəsizdirmi, necədir onu öyrənmək üçün orada 1-2 gün test eləmişik. 3 ədəd avtobus buraxmışıq. O da qeyd edilib ki, artıq yeni avtobuslar gətirilib. Sənədləşmə işləri hazır olandan sonra xəttə buraxılacaq.